Bizim bir bədənimiz var və bir də ruhumuz var. Çox vaxt ruhun dəyərini unuduruq. Unuduruq ki, bizi axirətdə nicata aparacaq olan məhz budur. Belə etdikdə isə çox qiymətli bir şeyi israf edirik. Bu, sahib olduğumuz ən dəyərli neymətdir. Bir misal çəkim. Təsəvvür edin ki, sizə $100 əskinaslardan ibarət böyük bir qalıq verilib. Böyük bir qalıq. Bununla çox şey edə bilərsiniz. Ona baxa bilərsiniz, heyran ola bilərsiniz, hədiyyə verə bilərsiniz. Amma təsəvvür edin ki, hava soyuyub və siz od qalamaq istəyirsiniz. Ətrafda odun yoxdur. Əlinizdə alışqan var və o böyük $100 əskinas qalığı var. Deyirsiniz, soyuqdur, isinmək istəyirəm və əskinasları yandırıb, onlardan od qalayırsınız. Onları yandırıb isinirsiniz. Çoxunuz bunu eşidəndə dəhşətə gələrsiniz. Deyərsiniz, necə olar ki, kimsə $100, hətta $1 belə yandırsın? Problem nədir? Problem bundan ibarətdir ki, birincisi, o od nə qədər davam edəcək? Bir neçə dəqiqə. Ən çoxu 10 dəqiqə. Sonra isə bütün pullar yanıb bitəcək. Heç nə qalmayacaq. İkincisi və əsas problem budur, o pullar daha mühüm iş üçün nəzərdə tutulub. Onu sərmayə edə, ehtiyacını ödəyə, bazarlıq edə bilərsən, təhsilin üçün xərcləyə bilərsən, gələcəyini qura bilərsən. Onu belə mənasız bir iş üçün istifadə etmək ağılsızlıqdır. Çünki dəyəri çox daha böyükdür. Bu sadəcə bir bənzətmədir. Axırda yenə də maddi puldan danışırıq. 1 milyon, 10 milyon nə olur olsun. Yenə də maddidir. Amma insanın ruhu bundan qat-qat qiymətlidir. O qədər qiymətlidir ki, Allah onu özünə nisbət verir. Allah sonsuzdur. Deməli, ruhun dəyəri də sonsuzdur. İndi məsələ ciddiləşir. Bir insan günah edəndə nə edir? O, əskinas qalığını yandıran insandan daha pis iş görür. Çünki pul maddidir, ruh isə qeyri-maddidir. Ruh, kamilliyin ən yüksək mərtəbələrinə yüksələ bilər. Amma günah etdikdə biz nə edirik? Öz potensialımızı yandırırıq, öz sərmayəmizi yandırırıq. Olmalı olduğumuz halı məhv edirik. Bu hissəni İmam Əli əleyhissalamın bir kəlamı ilə bitirək. O buyurur, sizin ruhunuzun bir qiyməti var. Onu yalnız cənnətə satın. Öz ruhunuzu cənnətdən aşağı bir şeyə satmayın. Yəni, cənnətə aparan yol, Allahın razılığına aparan yol bizə göstərilib. Bu, İslam dinidir. Özünüzü ucuz satmayın. Bu qiymətli sərmayəni itirməyin. Allahın göstərdiyi yoldan uzaqlaşdıran heç bir əmələ görə bu qiymətli sərmayəni əldən verməyin. Çünki o yol sizi cənnətə aparır.